Kemografi yoxlatdırmısınız? Hər qısa axırıncı səfər müalicədən sonra 10 oldu. Hə, çünki miyoma özü, miyoması olan xanımlar oradan qəşəng qida vardı, yəni həmişə qanaxma olmasa da belə qanazlığından əziyyət çəkir pasiyent. Onu endometriozə sirayət eləməyib, amma böyük ölçülüdür. Bu ancaq əməliyyat olmalıdır. Belə şey, vəbşə ümumiyyətlə miyomanın müalicəsi yoxdur. Miyoma 1 santim, 2 santim, 3 santim sirayət eləmirsə əməliyyata ehtiyac duymuram. Amma 6 santim, 7 santim, 8 santim artıq bir mənalı şəkildə əməliyyatlıqdır. Ümumiyyətlə, miyomanın heç bir müalicəsi yoxdur. Belə bir dərmanlar. Hansı həkim sizə desə ki, bunun müalicəsi var, ya bu dərman yalan söhbətdir. Çünki o, uşaqlığın düz əzələsindən yaranan xoş xəstəlik törəməlidir. O da kanserə çevrilmə şansı azdır, əgər o fibromiyomatsa, leyomiyomatsa şansı biraz çoxdur. Amma sizdə içi artıq içindən öz-özünə nekroz verir, çürüyür. Ona görə içi kistozludur.